Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami dəyərlər verilişinin izləyiciləri. İmam Rıza əleyhissalam buyurur: Səbir və fərəcin, qurtuluşun intizarı necə də gözəldir. Məgər Allahın bu sözünü gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm ayəsi Hud surəsi ayə 93 və bu sözünü gözləyin, həqiqətən mən də sizinlə birlikdə gözləyənlərdənəm. Yunus surəsi ayə 102-də. Eşitməmisənmi? Sizə səbr etməyi tapşırıram. Həqiqətən də fərəc, qurtuluş ümidlərin üzülməsindən sonra gələcəkdir. Sizdən əvvəlkilər sizdən daha səbirli olublar. Şeyx Səduq Kəmaluddin və Tamamun Numa Cild 2 səhifə 645. Allahümmə əccilli vəlikəl fərəc deyərək verilişimizə başlayırıq. İmam Zaman Ağa Cəlil Fərəcov şəriflə bağlı olan silsiləvi verilişimizdə bir daha sizləri xoş gördük. Mövzumuz silsiləvi olduğunu dediyimiz təqdirdə demək ki, İmam Zaman Ağa ilə bağlıdır. Qonağımız İmam Zaman Ağa adına mədrəsənin tələbəsi Nəzakət xanım Əkbərovadır. Xoş gördük Nəzakət xanım. Sizlər də xoş gördük Salih xanım. Nəzakət xanım, bu silsiləvi verilişlərimizdə mütləq ki, biz İmam Zaman Ağa ilə bağlı silsiləvi veriliş deyəndə ilk ağlımıza gələn və ilk qonağımız da siz olursunuz. İlk ağlımıza gələn və bu mövzuları müzakirə etmək üçün qonaqlarımızdan ilki elə sizsiniz. İstərdik ki, biz bugün axır zamanda ki, biz bu dönəmlərdəki yaşayırıq, axır zamanda fitnələr haqqında nə deyə bilərsiniz? Yəni, hansı fitnələr olacaq, nələr baş verəcək? Buyurun, siz eşidirik. Bismillahirrahmanirrahim və bihi nəstəin. Baxın, fitnə deyəndə təkcə ilə axır zamanla bu fitnənin adını bağlamayaq. Fitnələr olub, olur və olacaqdır. Yəni, fitnələr bütün peyğəmbərlərin dövründə olub. Əziz peyğəmbərimizin dövründə də olub, məsum imamlarımızın dövründə də olub və nəhayət yetişmişik axır zaman fitnələrinə. Baxın, elə Həzrət Musa əleyhissalamın dönəmindən xatırlayaq bu dönəmi. Həzrət Musa əleyhissalam dağa gedir. Gedir ki, Tövratı gətirsin. Qaydanda nə görür? Görür ardıcıllarının hamısı deyənə daha əksəriyyəti bütpərəst olubdur. Tək Allahlıqdan fikirlərini, əqidələrini dəyişib bütpərəst olublar. Həzrət Musa nə elədi? Baxın, burada incə, özü mühüm bir nöqtə var. O nöqtəni tutmaq lazımdır. Bəli, Tövratı getdi ki, gətirə. Tövratın 10 fərmanı üçün getmişdi ki, Allahdan ala, gətirə. Elə öz Quran-ı Kərimində Mütəallə Allah özü buyurur ki, Musa əleyhissalatü vesselam gələndə o Tövratın lövhələrini atır kənara. Yəni, mənzərəni görür ki, hamısı öz əqidəsini, fikrini dəyişibdir, bütün ardıcıllar. Atır bütün o müqəddəs kitabın lövhələrini atır kənara. Niyə atır kənara? Məgər peyğəmbərdir, ulul əzm peyğəmbərdir. Bu kitabın müqəddəsliyini bilmirdi, tanımırdı bu kitabı. Bilirdi, əlbəttə ki, bilirdi. Bax, burada nöqtə var, o nöqtəni tutmaq lazımdır ki, o dağa getməmişdən öncə Həzrət Musa əleyhissalam öz yerinə Harun əleyhissalamı, qardaşı Harun əleyhissalamı qoyur. Quran ayələri də var bu haqda. Buyurur ki, Mütəallə Allah Musa əleyhissalam Harunun əlinə tutur, qövmünün qarşısında buyurur ki, mən Harunu canişinim qoydum. Öz qövmümdə canişin qoydum. Yəni, ya mən, ya Harun. Bəli, gedir dağa. Amma qaydanda nəyin şahidi olur? Tamam, başqa bir mənzərə görür. Bütpərəst olublar. Bəli, atır Tövratın o lövhələrini, vərəqlərini. Niyə atır? Məqsədi nə idi atmaqdır? Məqsədi bu idi ki, yəni demək istəyirdi ki, Həzrət Musa, Harunsuz bu Tövrat mənə lazım deyil. Yəni, mən ki, canişinim, vəsimi qövmümün başında qoymuşam, getmişəm, ona tabi olmamısınız, ona etiqad bəsləməmsiniz, onda heç bu Tövrat heç lazım deyil mənə. Yəni, o Tövrat hörmətə layiqdir ki, Haruna gərək iman gətirəydiniz. Yəni, Harunun vilayətini qəbul elədiyiniz Tövrat müqəddəsdir. Onun vilayətini qəbul etmədən,
Yəni bu kitabın bir kitab kimi hörməti qalmır. Nəyə görə bu hadisə baş verdi? Musa əleyhissalamın dağa gedib qayıtmağı ilə nə baş verdi ki, əqidələrini dəyişdilər, fikirlərindən döndülər, bütpərəst oldular. Əlbəttə ki, fitnə. Fitnəyə uydular. Bəli. Tək Allahlıqdan döndülər, oldular yenidən bütpərəst. Bəli. Bəni İsraildə fitnələr baş verir. Əziz Peyğəmbərimizin dinində fitnələr baş verməyəcək. Vermişdi. Axır zamanda baş verməyəcək, verir və davam da edir. Baxın, deməli, Quran səhifələrini qılınca taxdılar. Bəli. Qılınca taxdılar Quranın səhifələrini, dayandılar üzbəüz Əli əleyhissalamla. Necə bir şəxslə? Kim idi Əli? Əli Peyğəmbərin yadigarı və əmanəti idi. Bəli. Əli canlı Quran idi. Əli zəmanəsinin imamı idi. Canlı Quranla taxılmış, nizələrə taxılmış Quranı üzbəüz qarşı-qarşıya qoydular. Görün, ümmət necə süquta gedib, necə tənəzzülə uğrayıbdı. Yəni biz Qurana üstün tuturuq. Bəli. Bu deməkdir. Bəs onların qulaqlarında əziz Peyğəmbərimizin mübarək dilindən çıxan o sözlər hələ də zingildiyirdi, səslənirdi. Nə deyirdi? Peyğəmbər onlara nə demişdi? Elan eləmişdi, hədislər söyləmişdi mübarək dili ilə. Demişdi ki, mən gedirəm aranızda iki böyük ağır əmanət qoyuram ki, onlardan biri Qurandır, digəri mənim itirətimdir. Bəli, Peyğəmbərin əmanəti idi, itirəti idi. Quranı götürdülər, itirəti qəbul eləmədilər. Yəni bu Quran vilayətsiz, imamsız, yəni necə deyərlər, onu qoy bir kənara. Yəni vilayətsiz Quran, imamsız Quran, ancaq bu belə Qurandan ancaq küfr çıxar, ancaq baş kəsən çıxar. Yəni vilayətsiz bu kitabı qoy kənara. Vilayətsiz bu kitabdan ancaq baş kəsənlər, ancaq küfr çıxar. Necə ki çıxır və biz onun şahidiyik. Belə fikirləşməyək ki, vilayətsiz deyəndə onlar Allahın vəlisini tanımırdılar. Tanıyırdılar. Qəbul eləmirdilər. Zübeyir əlini tanımırdı. Tanıyırdı. Allah vəlisinin istədiyi kimi şiyə olmayanda, Allah vəlisinə lazımı qədər təslim olmayanda, Allahın vəlisi kimi yaşamayanda insan Zübeyir kimi olur və Zübeyrə çevrilir. Hə, Zübeyrin son halına çevrilir. Zübeyrin əvvəlki halı başqa cür olub. Bilirsiniz kim idi? Həzrət Əli əleyhissalam onun haqqında buyurmuşdu ki, bir şey qalmamışdı ki, Zübeyir biz əhl-i beytdən olsun. Baxın, fitnə kimi nəyə çevirir? Bax, indi də axır zamanda da heç kəs sığortalanmayıb. Elə indinin özündə də heç kəs sığortalanmayıb ki, bu çox yaxşı adamdır, bundan belə iş gözləmək olmaz, xeyr. Heç kəs sığortalanmayıb bu həyatda. Bu fitnələr ki, baş verir, fitnələrin baş verməsi nəticəsində insan görür ki, ağanın müntəzirlərinin içində, o intizar çəkən şəxslərin içində, şiyələrin içində əsl müntəzir kimdir? Yəni imanı olan, iman əhli olanlar, həqiqi iman əhli kimdir? Yəni çölü, içi bir olmayanlar kimdir? Bəli, fitnələrdə bu aşkara çıxır. Bəli, fitnələrdə müəyyən olunacaq ki, kimin imanı varmış, kimin imanı yoxmuş. Bu barədə İmam Rıza əleyhissalatü vəssalamdan gözəl bir hədis var. Buyurur ağa. Bizim dostlarımızın arasında bəziləri olacaq ki, onlar fitnələr ortaya çıxaracaqlar. Elə bir fitnə ortaya çıxaracaqlar ki, onların fitnəsi Dəccalın fitnəsindən də çox-çox şiddətlidir. Ravi soruşur ki, Yəbnə Rəsulullah, yəni necə bir fitnə olacaq ki, Dəccalın fitnəsindən də şiddətli olsun, buyurur ağa ardına. Biz Əhl-i Beytin düşmənlərindən dost olacaqlar, biz Əhl-i Beytin düşmənlərindən isə dost olacaq. Deməli, biz Əhl-i Beytin düşmənlərindən dost olub, biz Əhl-i Beytin dostları ilə düşmən olacaqlar. Yəni bundan şiddətli, bundan böyük fitnə yoxdur ki.
Yəni düşmənin sayını çoxaldacaqlar. Ümumilikdə biz götürsək ki, bu fitnə deməli ki, heç kəs özündən sığortalamayıb. Hətta İmam Əli əleyhissalamın dövründə belə baş verən bu fitnələrin müqabilində Əli əleyhissalam səbr etdi, gözlədi. Biz intizar əhli olaraq, İmam Zaman ağanın zühurunu gözləyənlər olaraq gəlişinin həsrətindəyik. Əlbəttə ki, ağanın zühuru ümumilikdə götürsək nə vaxt gələcəyi haqqında hansı məlumatları bizə çatdıra bilərsiniz? Bu barədə hədislərə müraciət etsək daha yerinə düşər. Çünki hədislər bizə çox şey deyir. Zuhur elə bir şeydir ki, o mütəal Allahın əlindədir və zuhurun tezləşməsi üçün də bir çox səbəblər var. O səbəblərdən biri də biz şiyələrik. Bunu danmaq qeyri-mümkündür. Amma buyuraq məsum imamlarımızdan gələn hədislərə müraciət eləyək. İmam Sadiq əleyhissalatu vesselamdan bir hədis var. Buyurur ki, ağa, sizin möminlərinizlə münafiqləriniz bir-birindən ayrılmasa, ağa zuhur eləməyəcək. Yəni həqiqi iman əhlindən içi çölü bir olmayanlar ayrılmasa, iman zuhur eləməyəcək. Baxın, qeybət dövrünü yaşayırıq. Bizdə ağamızda. İmtahanlar baş verir. Üst-üstə ardıcıl imtahanlar gəlir. Bu imtahanlardan insanlar ələnəcək, çıxacaq. İmanı olanlar, möminlər, həqiqi iman əhli və bir də münafiqlər. Baxın, elə hadisələr bəzən baş verir ki, biz deyirik, kaş bu hadisələr baş verməyəydi. Niyə baş verdi? Təəssüf hissi keçirdi. Bəli. Bir müddət keçəndən sonra görürük ki, elə özümüz də deyirik, nə yaxşı bu hadisə baş verdi. Yoxsa ağa gələnə qədər bu bilinməyəcəkdi. Bəli. Bu hadisə hər şeyi açıqlayır. Kimin iman əhli, kimin münafiq olduğu bəlli olur. İmamın zuhurunun tezləşməsinin əsas məsələlərindən biri biz şiyələrin imama məhəbbət bəsləməsidir. İmamı sevirik. Amma biz imamımızı görməmişik. Amma biz onu sevirik. Onun intizarını çəkirik, onun müntəziriyik. Biz imam olduğuna görə sevməliyik. Bəli. İmamı nəyəsə görə sevməməliyik. Əgər biz imamı özünə görə, imam olduğuna görə sevsək, yəni onun ardınca gedib axıra qədər onunla addımlayacağıq. Yox, əgər imamı nəyəsə görə sevsək, imamı özünə görə sevməsək, imam kimi qəbul edib sevməsək, qəlbimizdə ona yer ayırmasaq, onunla yol gedə bilməyəcəyik. Ya onu yarı yolda qoyacağıq, ya da bəhanələr gətirib qaçacağıq. Bariz misallar var. Kufə əhlinin, İmam Hüseyin əleyhissalamın dönəmində Kufə əhli neynədir? İmam Hüseyini çağırdı. Nəyəsə görə çağırdılar da imamı. Çağırdılar, gəl, Kufəyə çağırdılar. Amma Lənətullah İbn Ziyad tez tərpəndi, gəldi. Gəldi neynədir? Onlar ki, imamın nəyəsə görə istəmişdilər, o hər nəydisə, o hər nəylə təmin elədi onları və onlar İbn Ziyadın yanında qaldılar. Bəli. İmamlarını tərk elədilər, tənha qoydular, əhvlərinə də vəfa eləmədilər. Bəli, İmam Zaman o vaxt gələr ki, görər ki, biz imamı elə imamın özünə görə istəyirik. Onu nəyəsə görə istəmirik. Biz ağanın intizarını çəkənlərik, intizar əhlindən deyirik, ağanın müntəzirləriyik. Düzdür, çox adam deyir. İçi biz qarışıq elə hamımız deyirik, ağa nə vaxt gələr? Onun müntəziriyik, intizar əhlindənik. Yəni, burada iman səviyyəsi var. Onsuz ələnəcəyik hamımız. Amma bir baxın, görün, müntəzir nə deməkdir? Müntəziri adi bir söz kimi qəbul eləməyək. Müntəzir çox uğurlu bir şəxsdir. Müntəzir elə gözəl ağıl və məntiqə malik olan bir şəxsdir ki, öz hədəfini düzgün seçir. Elə bir hədəf seçir ki, o hədəf onu imama və Allaha çatdırır. Yəni, belə bir məntiqə ağla malik olan şəxsdir müntəzir. Müntəzir başa düşür, ağıllıdır, məntiqlidir. Başa düşür ki, imamını sevməlidir, ona məhəbbət bəsləməlidir. Başa düşür ki, imamının yanında olmalıdır, vacibdir onun yanında olmaq. Çünki mənim rəhbərimdir. Başa düşür ki, mən ona təslim olmalıyam. Bəli. Hətta yeri gələndə canımı Allah yolunda onun üçün fəda eləməliyəm. Bunu
Başa düşür müntəzir. Bəli, yəni bir sözlə desək, müntəzir ilahi feyzə çatmaq istəyir. Ona görə də müntəzir həyatını başqa yaşamalıdır. Tamam başqa. Niyə? Çünki o dərs alıbdır. Kimdən, nədən dərs alıb? İmam Hüseyn məktəbindən, Kərbəla məktəbindən dərs alıbdır. Bəli, ümumilikdə İmam Hüseynin məktəbinə sizlərlə birlikdə və digər qonaqlarımızla birlikdə Mühərrəm verilişlərimizdə biz bu mövzulara o qədər diqqətlə toxunmuşduq ki, hətta sizinlə bir verilişimiz olmuşdu ki, orada İmam Zaman ağa ilə İmam Hüseyn əleyhissalamın rabitələrini də vurğulamışdınız. Siz indiyənə qədər yadınızdadır ki, o mövzu belə insanı düşünməyə vadar edirdi. Niyə? Çünki elə bir məktəbdən dərs alan zənnimcə İmam Zaman ağanı yarı yolda qoymaz. Çünki məktəbi böyük olanın tələbələri də böyük ruha, böyük mənəviyyata malik olar inşallah. Dedik ki, İmam Zaman ağa yer üzündə sonuncu höccətdir, sonuncu imamdır, bəqiyyətullahdır. Yəni yer üzünün sonuncu fürsətidir həm də. Bunu necə dəyərləndirməliyik? Yəni axı İmam Zaman ağadan sonra yəni heç bir peyğəmbər gəlməyəcək, heç bir imam gəlməyəcək və biz bu fürsəti əldən verməməliyik. Ağamızın qulluğunda, xidmətində durmalıyıq. İmama düzgün mərifət gətirməliyik. Və imamın həqiqi müntəzirlərindən olmalıyıq. İmamımızı başa düşməliyik. İmam bizdən nə istəyir? İstədiyi kimi olaq. İmam istədiyi kimi. İmam istədiyi kimi olaq. Onun gözləntisi bizdən çoxdur. O bizdən çox şey gözləyir. Səbri də ki böyükdür. Hələ gözləyir. Amma biz mürtəkib olmuşuq günahlara. Baxın, belə bir söz işlədik, belə başlayaq da bu suala cavabı. Gəlin müqayisə eləyək. Bax, axır zamanda bir şəxs deyəndə düzgün çıxmaz. Deyək elə ağanın intizarını çəkənlərdən, müntəzirlərdən bir şəxs əməli şəkildə öz vəzifələrini yerinə yetirir. Bəli. Əgər əməli şəkildə o ağanın intizarını çəkirsə, o biri zamandakılardan daha üstündür. Yəni hansı zamandakılar? Əvvəlki imamların dövründə. Bəli. Əvvəlki peyğəmbərin dövründə olan, imamlarımızın dövründə olan o şiələrdən daha üstündür. Sual olar ki, axı niyə üstündür? Hər zamanın özünün imamı olub. Hər bir kəs, hər bir şiə öz imamının xidmətində durub, xidmət eləyibdir. Niyə çox üstündür? Baxın, bir iddia var, peyğəmbərin özün görüb, imamların özün görüb zahirdə, səsini eşidib, qulluğunda durub, imamdan feyz alıblar, imamın namazını görüblər, imamın dualarını eşidiblər. Amma bir iddia da var ki, 1400 il keçibdi, nə imamı görüblər, nə peyğəmbər görüblər, öz imamları da qeybdədir. Amma ağ kağız üstündən iman gətiriblər və imamlarına sadiqdirlər, imamlarının intizarını çəkirlər. Sizcə bu müqayisədə daha ən çox kim üstün olar? Əlbəttə ki, 12-ci imamımızın intizarını çəkən müntəzirlər. Məsələn, hər kimin ki mən mövlasıyam, Əli də onun mövlasıdır kəlməsi ki var, peyğəmbərimizin o mübarək dəhanından çıxıb, mübarək dilindən çıxıbdır. Bunu eşidiblər axı. Eşidiblər. Biliblər ki, Əli əleyhissalam haqqında peyğəmbərimiz nə deyib? Mən gedəcəyəm, o sizin mövlavızdır. Mən sizə necə rəhbərlik eləmişim, o da elə rəhbərdir. Necə mənə iman gətirmisiniz, etiqad bəsləmisiniz, ona da həmin etiqad və imanı bəsləməlisiniz. Onu rəhbər kimi qəbul eləməlisiniz. Elədilər? Eləmədilər. Eləmədilər. Əlini gördülər, peyğəmbəri gördülər, amma eləmədilər. Amma ağanın müntəzirləri imamlarını qəbul ediblər. Görmədən seviblər. Elə peyğəmbəri də, bütün imamları da və sonuncu xilaskarımızı da. Bəli. Bir dualar var. Nüdbə duasıdır, əhd duasıdır. Çoxlu dualar gəlib. Bu dualar məsum imamlarımızdan, əleyhissalamlardan gəlib bizə çatıb. Onlar bu duaları bizim üçün bir nümunə kimi göndərirlər ki, biz öz Allahımızla hansı şəkildə razı niyaz eləyək, necə dua eləyək. Yəni biz o dualardan öyrənirik necə lazımdır Allahla
yəni söhbət eləmək, razı niyaz eləmək. O ki dualarda o cümlələr ki var, o cümlələr ağalarımızın o mübarək qəlbindən axıb tökülüb də onların mübarək dodaqlarına. O yanığı ilə deyiblər onu. Dərk eləyərək danışıblar o sözləri, o cümlələri. Amma biz isə onları, bizə gələn bu duaları sadəcə biz dua kimi oxuyuruq. Biz onların başa düşdüyü tərzdə, qəbul elədiyi tərzdə onu qəbul edə bilmərik, çünki tutumumuz eyni deyil. Biz dua kimi oxuyuruq. Amma o cümlələrə gəlib çatanda, onu dua kimi oxuyanda adam biraz əziyyət çəkir, xəcalət çəkir Allahından. Yəni mən bunu yaşamıram. İmamlarımız məsum idilər, amma mən günahkaram. Mən günahkar bir bəndə ola-ola, yüzlərlə xətanın, səhvlərin sahibi ola-ola, mən Allahımla razı niyaz eləyib, imamım üçün nə üzlə dua eləyim? Belə adam fikirləşir. Bir əhd duasında belə bir cümlə var. Buyurur, ilahi, məni onun, yəni imamın istəklərini, hacətlərini yerinə yetirənlərin önündə gedənlərindən qərar ver. Yəni mən, günahkar bəndə, 100 xətanın, 100 səhvin sahibi olan mən, bu qədər möhtəşəm və əzəmətli şəxsiyyətin, mütəhhər şəxsiyyətin, pak şəxsiyyətin hacət və istəklərini yerinə yetirməliyəm. Qəribə bir vəziyyət yaranır. Axı mən günahkaram. Mən bu mütəhhər şəxsin istəklərini nə tərzdə yerinə yetirə bilərəm? Amma yenə də sual verdiniz ki, sonuncu fürsətdir axı. Bəli, bundan sonra imam gəlməyəcək, peyğəmbər gəlməyəcək. Biz bu fürsətdən istifadə eləməliyik. Günahlarımızı yavaş-yavaş tərk eləməliyik. Amma günahları tərk eləmək çətindir axı Vüsələ xanım. Bəli. Bəzən düşünürük, istər, istəməz, bilərəkdən də bilməyərəkdən də günahlar eləyirik. Yəni, bəzən həddimizi aşırıq da günah eləyəndə. Bu məlum məsələdir. Söhbət əlbəttə ki, özümdən gedir. Bəs bu günahları bizdən əl çəkmir. Və yox da əksinə deyə bilsək əgər, biz günahlardan əl çəkmirik. Biraz xəcalət təri tökə-tökə bunu deyərik valla. Bəs necə eləyək biz bu günahlardan çəkinək? Çəkinmək üçün çarə var. Var çarə. Amma gərək əməl eləyəsən. İmam Zaman ağa ilə bağlı hədislər var. Məsələn, mənə tapşırılır, məsələn, İmam Zaman ağa haqqında sözdür. Yəni, bir məclis qur, bir söz danış ağadan, təbliğ elə ağanı. Ağanı təbliğ eləmək üçün mən özümdən heç nə danışa bilmərəm. Mən bir tələbəyəm. Heç mənim ləyaqətim də çatmır. Bunun üçün ləyaqət lazımdır, mərifət lazımdır, elm lazımdır, lazımı səviyyədə. Düzdür, tanıyırıq, mərifətimiz var, amma lazımı səviyyədə deyil. Elmimiz yoxdur, bəli. Ləyaqətimiz çatmır. Bəli. Günahlar, xətalar içimdə var, çölümdə var. Mən necə ləyaqətim çatar? Mən o pak insan haqqında danışam. Amma danışmalıyam. Çünki mənim imamımdır. Nəyi bilirimsə, onu təbliğ eləməliyəm. Baxın, hədislər gəlir, hədisləri yığırıq bir yerə ki, bu İmam Zaman ağadan gəlib. Müəyyən bir mövzu ilə bağlı başqa hədisləri yığırıq, imamlarımızdan, peyğəmbərdən gələn, əziz peyğəmbərimizdən gələn hədisləri yığırıq. Baxın, o vərəqləyəndə o hədisləri bir-bir nəyə rast gəlirik biz? Görürük ki, imamlarımız, məsumlarımız deyirlər, əgər şiyələrimiz belə olsaydı, şiyələrimiz bu hərəkəti eləsəydi, demirlər ki, dünya əhli eləsəydi. Deməli, onların gözləntisi dünya əhlindən deyil. Şiyələrindən də gözləntisi. Biz şiyələr də günah eləyiriksə, ağamızın qəlbini qırırıqsa, onun hacətlərini, istəklərini biz necə yerinə yetirə bilərik? Hansı səviyyədə yerinə yetirə bilərik? Bunu düşünməliyik. Daim düşünməliyik biz. Yəni, dünya əhlindən yox, biz şiyələrdən gözləntisi var ağa. Ağanın hacəti var. Ağanın istəyi var, çoxdur. Ən böyük istəyi yəqinən ki, zuhurunun tezləşməsidir. O zuhurunun tezləşməsi üçün də bizim günahlarımız bir maneədə qalır. Zuhurun qabağını alır. Yəni, açarı bizim əlimizdədir. Ağa qeybdədir. Biz o açardan istifadə eləməliyik, günahlarımız qoymur. İndi görün, bizim ağamız nə qədər məzlumdur. Bəli. Baxın, neçə qədir gecəsi yaşamışıq. Mükəlləf olandan qədir gecələrini yaşayırıq. Hərə öz yaşına görə qədir gecələrini yaşayıbdır.
Heç olubmu ki, yox, əvvəl belə bir söz işlədək. Hər Qədr gecəsində əhya saxlamışıq da, dualar eləmişik. Ramazan ayının gözəl, mübarək gecələridir. Bəli. Hacət istəmişik Allahdan. Məxsus əməlləri eləmişik. Məxsus əməllərə can atmışıq, eləmişik. Düzdür, zamanəmizin imamının zuhurunun da tezləşməsini arzulamışıq. Bəli. Amma elə bir Qədr gecəsi olubmu ki, heç nə istəməyəsən Allahdan. Heç bir hacəti istəməyəsən, ancaq sənin istəyin və hacətin yalnız və yalnız zamanı İmam-ı Zaman Əcəlallahu Teala Fərəcəl Şərifin zuhuru olsun. Eləmişikmi onu? Bir yadımıza salaq. Yəni imamımız istəyir ki, biz onun istədiyi kimi olaq. Günahlar tərk olunsun, onun istədiyi kimi olaq. Düyün deməli bizim özümüzük. Fikirləşirsən ki, həqiqətən ağamız məzlumdur. Buna görə məzlumdur. O bizi görür, biz onu görmürük. Dərd budur. O görsə də bizi, biz onu görmürük axı. Bəli. Bizim bəsirətimiz yoxdur ki, o ağamızı görək. Ondan rabitə, əlaqə saxlayaq. Bir pinəçi olur, yaşlı bir pinəçi. Bir yaşlı pinəçinin görüşünə gəlir ağa. Hər cümə gəlir. Buyurur, deyir, bir cümə gəlməsəm nə olar? Pinəçi cavabında deyir, vallah ölərəm. Ağa buyurur ki, bilirəm ki, o cürdür, ona görə gəlir. Bəli. Heç biz cümə olub ki, biz demişik ki, ağa bir cümə gəlməsən biz ölərik. Bu cümləni işlətmişik ağamız üçün. Öz adıma söyləyirəm bunu. Bəli. Ömür keçir, illər keçir, cavan olmuşuq, yaşda olmuşuq, qocalmaq üzrəyik. Ömür tamam olur, amma ağamızı görə bilmirik. Bəli. Axı biz intizar çəkənik, müntəzir əhli deyirik özümüzə. Niyə düzəlmirik? Hə, ağa təkbətək istəmir bizi. Ağa deyir, cəm olun, gəlin. Cəm olun ki, mən gəlim. Amma necə cəm olun? Elə bir cəmlik, elə bir toplum yaradın ki, qəlbləriniz orada cəm olsun. Və mənim istədiyim kimi olun və məni istəyin. İmamsızlıq dərdi çəkin. Əgər biz özümüzə müntəzir deyiriksə, ağanın intizar əhlindən sayırıqsa, belə dua eləyək. Allahdan istəyək ki, Allah ilə bizi ağanın həqiqi intizar əhlindən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Amin. Həqiqətən də bugünkü gündə bu verilişimiz cümənin son dəqiqələrində deyərdim ki, insanın qəlbini bir başqa ab-havaya köklədi. Çünki intizar əhli, ağa sən gəlməsən mən ölərəm, haçan dedik. Bax bu sual həqiqətən də məni də çox düşündürdü. Veriliş başlayarkən elə Nəzakət xanım elə nüanslara, elə hissələrə toxunurdu ki, orada düşünməmək qeyri-mümkün idi. Bizlər görəsən nə edirik? İmamın zuhurunun tezləşməsi üçün görəsən bizlərin nə vaxt qəlbi daha çox yanıb məhz imama dua eləmişik. İnşallah bu suallar haqqında düşünərik. Mütləq düşünək. Zamanımızın bir hissəsini düşünməyə özümüzü vadar edək. Verilişimizin sonunda isə elə Nəzakət xanım vurğuladığı kimi imamın özünün o qədər gözəl duaları var ki, bir də əhd duasıdır. Əhd duasında buyurulur ki, Bismillahirrahmanirrahim. Allahümme ərini tal'atər rəşidətə vəl-qurrətə vəl-həmidətə və kul nəzri binəzratin minni iləyhi və əccil fərəcəhum və sahhil məxrəcə. Allahümme əccil vəliyəkəl fərəc. Deyərək sizlərlə sağollaşırıq. Gələn verilişdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.